Fransa'da yaşayan hüquq müdafiəçisi Vidadi İskəndərli bir neçə gün bundan öncə diktator İlham Əliyevin əmri ilə qətlə yetirilmişdi. 21 bıçaq zərbəsindən. Bir neçə günlər idi Vidadi bəyi morqda saxlayırdılar və artıq 21 oktyabrda ailəsinə təhvil verilib, dəfn olunub. Və bu dəfn mərasimi ictimailəşdirilməyib, ona görə ki, ailəsinin təhlükəsizlik baxımından. Vidadi bəyə Allah rəhmət eləsin deyirəm. Vidadi bəy xalqın demokratiya və müstəqillik uğrunda canını qurban etdi, şəhid oldu. Şəhidimiz Vidadi bəyə yerinin cənnətli olsun və ailəsinə səbir diləyirəm. Allah rəhmət eləsin, başın sağ olsun Azərbaycan. Vidadi bəyin qanını yerdə qoymayaq və Azərbaycan xalqı ilə birgə Vidadi bəyin haqlarını, hüquqlarını tələb edək və Azərbaycan xalqı qalx ayağa, yatma.